Elhamdülillah ve salatu ve selamu ala Resulillah. Eşhedü en la ilahe illallah vahdehu la şerike leh ve eşhedü enne Muhammeden abduhu ve resuluhu. Sahih et-Tergib ve Terhib kitabından, yani kitap, namaz kitabı ve fesille, yani 5 namaza rağbetlendirmek ve hemçinin bu namazları hifz etmek, korumağa rağbetlendirmek ve bu namazların, yani 5 namazın farz olmasına iman etmek. Ebu Derda radıyallahu anh deyir ki, Allah Resulü sallallahu aleyhi ve sellem böyle buyurmuştur: Hamsun men ca'e bihinne ma'a imanin dehalel cenne. 5 şey var ki her kim bunlara iman ederek gelerse cennete dahil olar. Yani 5 şey, her kim bunların vacibliğine, Allah Teala'nın bunları kullarına buyurmasına iman ederek, Allah'tan olmasına iman getirerek kıyamet günü gelerse cennete dahil olar. Men hafiza ala salavatil hams. Ve Allah Resulü sallallahu aleyhi ve sellem sonra der, kim 5 namazı muhafaza ederse, koruyarsa, ala vudu'ihinne ve ruku'ihinne ve sucudihinne ve mevakitihinne. Yani bu namazların dest namazını, rukusunu, secdesini ve vaxtlarını koruyarsa ve her kim 5 namazı vaxtında kılar, geciktirmeden, dünyavi işlerini öne salmadan, ve çok vaxtda görsən insan iş görür, hər hansı bir iş ardıncadır ve düşünür ki bu işi kurtarım sonra kılaram. Halbuki namazın da vaxtı gəlib çatıb ve namaz ötür, namaz gedir, görürsən hələ də insan işin ardıncadır. Yani iş, hər hansı bir dünyavi mesele namazdan öne keçir. Namazdan daha mühüm olur. Ve bunların dest namazını koruyarsa, 5 namazın, yani Allah Resulü sallallahu aleyhi ve sellemin dest namaz aldığı kimi dest namaz alarsa, yani bu namazların, dest namazlarının korunması ancak Peygamber sallallahu aleyhi ve sellemin dest namaz aldığı kimi, onun öğrettiği kimi dest namaz almakla olur. Ve onlar rukusunu ve secdesini koruyarsa, yani her kim namaz kılırsa hem ruku edir hem secde edir. Lakin ruku ve secdenin hakkını vermeyenler de çok olur. Rukuda çok dayanmır, rukudan tez qalxır ve hemçinin secdeden tez qalxır. Görsən, sanki hadiste vasf olunan kimi dənliyir. Yani kuş dən yediği kimi dənliyir. Ve sonra ikincisi ise Allah Resulü sallallahu aleyhi ve sellem buyuruyor ki, vasame Ramazan, Ramazan'ın orucunu tutarsa, Ramazan'ın orucunu ve başka hadislerde de gelir ki imanla savab ve mükafatını Allah'tan umarak. Ve haccel beyte en istata ileyhi sebile. Ve üçüncüsü deyir ki, Allah Resulü sallallahu aleyhi ve sellem yol bakımından taqəti varsa, bacarırsa, evi, yani Kəbəni həcc ederse, yani hem malı var ve hemçinin yol bakımından eminliktir ve sağlam bedeni var ve qadındırsa məhrəmi de varsa eğer. Çünkü məhrəmsiz qadının səfərə çıxması icazəli değildir. Dördüncüsü ise Allah Resulü sallallahu aleyhi ve sellem diyor ki وَاَتَ الزَّكَاةَ طَيِّبَةً بِهَا نَفْسُهُ. Ve zekatı könül hoşluğuyla, nefsi hoş olarak vererse, bir var zekatı can derdi verir veyahut da kimse kınamasın diye verir
və ya hər hansı bir başqa məqsədlər var. Lakin zəkatı könül xoşluğu ilə, yəni Allah Teala'nın fərz etdiyi bir ibadətdir. Rəbbinin əmridir. Allah Teala'nın sevgisi və razılığı insan üçün o mal, mülkdən daha öndədir, daha qabaqdadır. Və könül xoşluğuyla Allah Teala'nın sevgisini, razılığını əldə etmək üçün Allah'ın verdiyi maldan zəkatını verir. Və beşincisi isə deyir ki, Allah Resulü sallallahu aleyhi ve sellem və əddəl əmanətə və əmanəti əda edərsə, yerinə yetirərsə, yəni əmanət də insana verilən, etibar olunan hər hansı bir şeydir. Və deyirlər ki, ya Resulallah, əmanəti əda etmək nədir? Allah Resulü sallallahu aleyhi ve sellem deyir ki, əl-guslu minəl cənəbə, cənabətdən qüsl almaqdır. İnnallah ləm yə'mən İbni Ədəmə alə şeyin min dinihi qayrəhə. Allah Teala, yəni həqiqətən Allah Adəm övladına cənabətdən qüsl almaq, yəni qüsüldən başqa bir şeyi əmanət etməmişdir. Və alimlər deyir ki, nə üçün əmanət adlanır qüsül? Çünki qüsül almaq insanla Allah arasındadır. Onu Allah'tan başqa heç kəs bilmir ki, bu insan qüsülü var yoxsa yox. Növbəti hədisdə Ubad ibn Samit radiyallahu anh deyir ki, Allah Resulü sallallahu aleyhi ve sellem belə buyurmuşdur. Xamsu salavatin kətebəhunnallahu aləl ibad. 5 namaz var ki, Allah o 5 namazı qullarına fərz etmişdir. Fəmən cəə bihinnə وَلَمْ يُضَيَّعْ مِنْهُنَّ شَيْئًا اِسْتِغْفَافًا بِحَقِّهِنَّ. Və hər kim bu 5 namazla gələrsə və bu namazların haqqlarını aşağılamadan, azaltmadan, yəni heç bir şeyi zayi etmədən gələrsə, كَانَ لَهُ عِنْدَ اللّٰهِ عَهْدٌ اَنْ يُدْخِلَهُ الْجَنَّةِ. Onun Allah yanında əhdi olar ki, onu cənnətə daxil etsin. Yəni, hər kim qiyamət günü gələrsə, bu namazlarla heç bir şey zayi etmədən, haqqına səhlənkarlıq etmədən, azaltmadan Allah yanında bir haqq olar. Yəni, Allah Teala özü öz üzərinə haqq götürmüşdür. Kim bu 5 namazı qoruyaraq gələrsə, zayi etməzsə, haqqını İstər vaxtı olsun, dəst namazı, rukusu, səcdəsi, bu əməllərdə namazın özündə tumaninə, rahat namazı qılmaq Allah yanında bir haqq olar ki, onu cənnətə daxil etsin. وَمَنْ لَمْ يَأْتِ بِهِنَّ. Və kim də bunlarla gəlməzsə, bunlarsız gələr. فَلَيْسَ لَهُ عِنْدَ اللّٰهِ عَهْدٌ. Onun Allah yanında heç bir haqqı, əhdi olmaz. İnşa azzabehu və inşa edxalehul cenne. Əgər istəsə Allah ona əzab verər, istəsə isə onu cənnətə daxil edər. Və Əbu Abdullah İbn Battah rahimehullah öz kitabında Əş-Şərhu vəl-İbanətu an usulis sünnət vəl-diyanə, bu kitabında yəni əhl-i sünnə və din əhlinin əsaslarının bəyanı şərhi kitabında deyir ki, la yaxrucur raculu minəl-İslami, la yuxricur raculu minəl-İslami illə şirku billah. İnsanı, yəni kişini İslamdan yalnız Allaha şərik qoşmaq İslamdan çıxarır. Əv raddu faridatin min faraidillahi azze ve celle cahiden biha. Veya Allah Teala'nın fərz buyurduğu fərzlərdən hər hansı birisini inkar edərək rədd etməsi onu İslamdan çıxarır. فَاِنْ تَرَكَهَا تَهَاوُنًا اَوْ كَسَلًا. Əgər bu fərzlərdən hər hansı birisini səhlənkarlıqla veya tembellikle terk ederse, kâne fî meşiyetillah,
Allah'ın istəyində olar. İnşə əzzəbəhu və inşə ғəfərə ləhu. İstəsə ona əzab verər və istəsə onu bağışlayar. İbn-i Battah rahimehullah yəni bunu çox saylı hədislərdən əldə etmişdir və bu hədislərdən birisi bizim oxuduğumuz indiki hədis ki, 5 vaxt namazla kim gələrsə, ondan heç nəyi zayi etmədən, haqqını azaltmadan Allah yanında əhd olar ki, onu cənnətə daxil etsin. Əgər bunlarsız gələrsə, Allah yanında heç bir əhdi olmaz. İstəsə Allah ona əzab verər, istəsə isə onu cənnətə daxil edər. Növbəti hədisdə isə yenə də Ubadət ibn Samitdən deyir ki, Allah Resulü sallallahu aleyhi və səlləm belə dediyini eşitdim. Xamsu salavatin iftaradahunallahu. 5 namaz var ki, Allah onları fərz etmişdir. Mən əhsənə vudu'əhunne bi vaktihinne. Hər kim onların vaxtında dəstəmazını gözəl edərsə, hər namazı öz vaxtında və həmçinin gözəl dəstəmazla Allah Resulü sallallahu aleyhi və səlləmin öyrətdiyi, onun dəstəmaz aldığı kimi dəstəmaz almaqdır. Və ətəmmə ruku'ahunne və sucudahunne və xuşu'ahunne. Və bu namazların rukusunu, səcdəsini və xuşusunu tam edərsə, kənə ləhu aləllahi ahdun ən yəğfirə ləhu. Onun üçün Allah yanında əhd olar ki, onu bağışlasın. Və mən ləm yəf'al. Lakin hər kim etməzsə, fəleysə ləhu aləllahi ahdun. Onun Allah yanında heç bir əhd olmaz. İnşə ғəfərə ləhu və inşə əzzəbəhu. İstəsə Allah onu bağışlayar, istəsə ona əzab verər. Sa'd ibn Əbi Vaqqas deyir ki, Allah Resulü sallallahu aleyhi və səlləm dönəmində 2 kişi var idi, 2 qardaş. Fəhələkə əhəduhumə qablə sahibihi bi 40 leylə. Onlardan birisi digərindən 40 gün əvvəl ölür. Fəzukirat fadilətul əvvəli minhumə ində Rasulillahi sallallahu aleyhi və səlləm. Və bu ikisindən birinci ölənin fəziləti Allah Resulü sallallahu aleyhi və səlləm yanında zikr olunur. Və Allah Resulü sallallahu aleyhi ve sellem deyir ki, ələm yəkunul əxəru muslimən. Məgər o birisi, yəni digəri, ikinci ölən müsəlman deyil idi mi? Dedilər ki, bəli, müsəlman idi və bir problemi yox idi. Və Allah Resulü sallallahu aleyhi ve sellem deyir ki, وَمَا يُدْرِكُمْ مَا بَلَغَتْ بِهِ صَلَاتُهُ. Siz nə bilirsiniz? Onun namazı onu hansı dərəcəyə hara çatdırmıştır? İnnemâ muthile salatu kemetheli nehrin azbin gamrin. Namaz, yani namaza misal verilmiştir. Bol sulu, şirin, bol sulu çayın misalı. Bibabi ahadikum, sizden birinin kapısının karşısından akan bol sulu, şirin suyu olan çayın misalı kimidir, namazın misalı. يَقْتَحِمُ ف۪يهِ كُلَّ يَوْمٍ 5 مرات. O çayda her gün 5 defa çaya girir, yani orada çimir. فَمَا تَرَوْنَ ف۪ي هَذَا يُبْقِ مِنْ دَرَنِهِ. Siz ne düşünürsünüz? Onun çirkabından herhangi bir şey koyar mı? فَاِنَّكُمْ لَا تَدْرُونَ مَا بَلَغَتْ بِهِ صَلَاتُهُ. Ve siz bilmirsiniz onun namazı onu neye, hara çattırmıştır. Yani bu da 5 namazın Müslüman için, Müslümanın hayatında ne kadar mühim olduğunu bildirir. Ki namazları korusun, namazları mühafizə etsin. Hem vaxtında kılmak, hem rukusu, səcdəsi, xuşusu ve həmçinin dəstəmazını gözəl almak. Ki namaz səbəbiyle Müslüman uca dərəcələrə çatır. Amir ibn Sa'd ibn Əbi Vaqqas deyir ki, mən eşittim Sa'd'dən, yani Sa'd ibn Əbi Vaqqasın oğlu deyir ki, eşittim Sa'd və həmçinin Allah Resulü sallallahu aleyhi ve sellem sahabələrindən
başqa insanlardan da eşitdim ki, danışırdılar, deyirdilər ki, kənə rəculəni əxavani fi ahdi Rasulillahi sallallahu aleyhi ve sellem. Allah elçisi sallallahu aleyhi ve sellem dönemində, onun vaxtında iki kişi, iki qardaş var idi. Və kənə əhaduhumə afdalə minəl-əxar. Və onlardan biri digərindən daha üstün idi. Və tufiyyəl-ləzi huvə afdaluhumə. Və bu ikisindən ən üstün, ən əfsəl olanı dünyadan köçdü, öldü. ثُمَّ عُمِّرَ الْآخَرُ بَعْدَهُ 40 لَيْلَةً. Sonra o birisi, digəri isə ondan sonra 40 gün yaşadı, sonra öldü. Və bu Allah Resulü sallallahu aleyhi ve selleme deyildi, xatırlanıldı və dedi ki, ələm yəkum yusalli, məgər o namaz qılmırdı mı? Dedilər ki, bəli ya Resulallah, və kən lə bə'sə bihi, və onda bir problem, bir günah yox idi. Yəni onun bir başqa bir zahiri problemi yox idi. Və sonra hədisin ardını, davamını zikr etdi ki, Allah Resulü sallallahu aleyhi ve sellem namazın insanı necə dərəcəyə çatdırdığını bildirdi. Əbu Hureyra deyir ki, Allah Resulü sallallahu aleyhi ve sellem dönemində kən rəculəni min bəliyyin hayyin min quda'ata. Quda'a qəbiləsindən, yəni Bəli qəbiləsindən Quda'a tərəfdən bir kişi, iki kişi var idi. İki kişi Allah Resulü sallallahu aleyhi ve sellem'le beraber onlar İslam'ı kabul ettiler. Fəstuşhidə əhaduhumə, və onlardan birisi döyüşdə şəhid edildi. Və uxirəl əxaru sənə, digəri isə bir il, ondan sonra bir il yaşadı. Və Talha ibn Ubeydullah deyir ki, mən yuxuda cənnəti gördüm. Mənə cənnət göstərildi. Və gördüm ki, o iki kişidən, yəni bir il sonra yaşayan, birinci şəhid edilən yox, yaşayaraq, yəni ondan şəhid ediləndən bir il sonra ölən cənnətə daxil edildi. Şəhiddən qabaq cənnətə daxil edildi. Və mən buna təəccübləndim. Və sabahlayanda bunu Allah Resulü sallallahu aleyhi ve sellem'e dedim və yaxud da deyildi, yanında xatırlanıldı. Və Allah Resulü sallallahu aleyhi ve sellem dedi ki, Əleysə qad samə ba'dahu Ramazan. Məgər ondan sonra Ramazan orucunu tutmadı mı? Və sallə sittətə ələfi rəkəət. Və 6000 rəkəət namaz qılmadı mı? Və bu cür namazlar, yəni bir il namazını Peyğəmbər sallallahu aleyhi ve sellem zikr edir ki, o namazları qılmadı mı? Başqa rəvayətdə isə Allah Resulü sallallahu aleyhi ve sellem buyurur ki, فَلَمَّا بَيْنَهُمَا أَبْعَدُ مِمَّا بَيْنَ السَّمَاءِ وَالْأَرْضِ. O ikisi arasında fərq səma ilə yer arası qədərdir. Ayşə radiyallahu anh deyir ki, Allah Resulü sallallahu aleyhi ve sellem belə buyurmuşdur. ثَلَاثٌ أَحْلِفُ عَلَيْهِنَّ. Üç şey var ki, mən o üç şeye and içirəm. لَا يَجْعَلُ اللّٰهُ مَنْ لَهُ سَهْمٌ فِي الْإِسْلَامِ كَمَنْ لَا سَهْمَ لَهُ. Allah Teala, yani İslam'da payı olan insanı İslam'da payı olmayanla beraber eden değildir. Ve eshumul İslami thelâthetun, ve İslam'ın da payı üçtür. Namaz, oruç, zekat. La yetevallallahu abden fid dünya feyvalliyehu gayrahu yevmel kıyame. Eğer anası bir kulu Allah Teala dünyadayken özüne dost götürərsə, hər hansı bir qulu Allah Teala dünyadayken himayə edərsə, qiyamət günü onu başqasına həvalə etməz. وَلَا يُحِبُّ رَجُلٌ قَوْمًا إِلَّا جَعَلَهُ اللّٰهُ مَعَهُمْ. Ve sonra deyir ki, hər hansı bir kişi bir qövmü, bir cemaatı sevərsə, Allah Teala onu onlarla beraber eder. Ve bu olduqca təhlükəlidir. Xüsusən indiki dövrdə görsən cavanlar hər hansı bir qeyri-müsəlman olan futbolçunu, idmançını sevir. İdmanına göre, fiziki gücüne göre və yaxud da hər hansı zehninə göre müsəlman olmayanı sevirlər. Müsəlman övladları bəzən də olur, hətta ailə başçısı atadır, lakin sevir hansı futbolçunu və yaxud da hansı idmançını və yaxud da hər hansı bir
sənətkarı, ustanı, hansı ki müsəlman olmayan birisini sevir. O cemaati sevir. Və Allah Resulü sallallahu aleyhi ve sellem buyurur ki, yəni kim hər hansı bir qövmü, hər hansı cemaati sevərsə, Allah onu onlarla bərabər edər. Və sonra deyir ki, وَالرَّابِعَةُ لَوْ حَلَفْتُ عَلَيْهَا رَجَوْتَ أَلَّا إِثْمَ آثِمْ. Və dördüncüsü isə, əgər dördüncüsünə mən and içsəm, umuram ki, günah qazanmaram. Və sonra deyir ki, لَا يَسْتُرُ اللّٰهُ عَبْدًا فِي الدُّنْيَا إِلَّا سَتَرَهُ يَوْمَ الْقِيَامَةِ. Əgər Allah Teala hər hansı bir qulunu dünyada ikən örtərsə, yəni günahlarını örtər, günahlarına görə dünyada rüsvay olmazsa, qiyamət günü də Allah Teala onun günahlarını örtər. Abdullah ibn Qurt radiyallahu anh deyir ki, Allah Resulü sallallahu aleyhi ve sellem belə buyurmuşdur. Əvvəlu mə yuhasabu bihil abdu yevməl qiyameti as-salat. Qiyamət günü qulun ilk hesaba çəkiləcəyi şey namazdır. Fəin salahat salahə səiru əməlihi. Əgər yaxşı olarsa, digər əməlləri də salih, yaxşı olar. Və in fəsədət fəsədə səiru əməlihi. Əgər körlanarsa, yəni əgər insanın namazı körlanarsa, başqa əməlləri də körlanar. Və həmçin Ənəs ibn Məlikdən deyir ki, Allah Resulü sallallahu aleyhi ve sellem belə buyurmuşdur. Əvvəlu mə yuhasabu bihil abdu yevməl qiyaməti salatu. Qulun qiyamət günü ilk hesaba çəkiləcəyi şey namazdır. Yundaru fi salati, onun namazına baxılacaq. Fəin salahat fəqad əfləhə. Əgər namazı yaxşı, salih olarsa, o insan zəfər əldə etmişdir, uğur qazanmış, nicat tapmışdır. Və in fəsədət xabə və xasir. Əgər namazı zay olarsa, körlanarsa, uduzmuş, xüsrana uğramışdır. Abdullah ibn Amr radiyallahu anh deyir ki, Ənə rəculən ətə Rasuləllahi sallallahu aleyhi ve sellemə. Və bir kişi gəlir Allah Resulü sallallahu aleyhi ve sellem yanına və ondan soruşur əməllərin ən əfsəlini. Əməllərin ən əfsəli hansıdır? Allah Resulü sallallahu aleyhi ve sellem deyir ki, namaz. Deyir ki, sonra hansı? Deyir, sonra namaz. Deyir, sonra hansı? Deyir, sonra namaz. Yəni 3 dəfə təkrarlayır. Dördüncüdə deyir ki, kişi sonra hansı? Allah Resulü sallallahu aleyhi ve sellem deyir ki, əl cihadu fi səbillah, Allah yolunda cihad etməkdir. Səvbən radiyallahu anh deyir ki, Allah Resulü sallallahu aleyhi ve sellem belə buyurmuşdur. İstəqimu və lən tuhsu. İstəqimu, yəni doğru yolda olun. Allah Teala'nın qullar üçün dünyada qoyduğu yolda doğru düzgün gedin. Yəni Allahın dinində, şəriətdə düzgün yaşayın. Allah və Rəsulunun əmirlərinə müxalif olmadan, qadağanlarını etmədən. İstəqimu, yəni insanın dində düz olması. Yəni dində əyri getməməsi. Yəni əməlləri gah tərk edərək, gah yerinə yetirməsi və yaxud da haramları gah edib etməsi, yəni bu cür yox. İnsan Allah Teala'nın qoyduğu sırat-ı müstəqimdə düzgün Allah və Rəsulunun bildirdiyi kimi yaşamaya çalışmalıdır. Və sonra buyurur Allah Resulü sallallahu aleyhi ve sellem وَلَنْ تُحْسُوا tam şəkildə, yəni %100 tam şəkildə düzgün ola bilməyəcəksiniz. Yəni insan çalışmalıdır. İnsandan tələb olunan, müsəlmandan tələb olunan odur ki, Allahın dinində düzgün olmağa çalışmalıdır. Allahın dinini öyrənib əməl etməyə səy etməlidir. Yəni sünnəyə, Peyğəmbər sallallahu aleyhi ve sellem yoluna tam şəkildə tabi olmağa çalışmalıdır. Lakin yenə də bilməliyik ki, tam şəkildə %100 hər şeyi tam yaxşı edə bilməyəsiyik. Yəni insan insandır, unudur, qəflətə düşür, hərdən günaha düşür, hərdən vacibi gecikdirir və s. xatalar olur. Lakin yenə insandan tələb olunan, müsəlmandan tələb olunan ki, çalışsın. Və sonra Allah Resulü sallallahu aleyhi ve sellem buyurur ki, وَعَلَمُوا أَنَّ خَيْرَ أَعْمَالِكُمُ الصَّلَاةِ Bilin ki, əməllərinizin ən xeyirlisi namazdır. وَلَنْ يُحَافِظَ عَلَى الْوُضُوءِ إِلَّا مُؤْمِنٌ Və dəstəmazı da yalnız mömin hifz edər, mömin qoruyar. Mənası odur ki, yəni dəstəmazı Allah Resulü sallallahu aleyhi ve sellemin aldığı kimi
doğru düzgün, kamil, tam şekilde alan yalnız mümin olar. Və ikinci mənası odur ki, yəni gün ərzində dəstəmazlı olmağa çalışan, dəstəmazı qorumaya çalışan ancaq mümin olar. Və həmçinin bu hədis müsəlmanlar üçün bir rəğbətləndirmədir ki, gün ərzində dəstəmazı qorusunlar, dəstəmazlı olmağa çalışsınlar və həmçinin dəstəmaz alarkən də Peyğəmbər sallallahu aleyhi ve sellemin aldığı kimi dəstəmaz almağa. Sələmə bin Əkva deyir ki, Allah Resulü sallallahu aleyhi ve sellem buyurmuştur. وَعْلَمُوا أَنَّ أَفْضَلَ أَعْمَالِكُمُ الصَّلَاةِ Bilin ki, əməllərinizin ən əfsəli, ən üstünü namazdır. Handal el-Katib deyir ki, mən eşitdiyim Allah Resulü sallallahu aleyhi ve sellem belə buyurur. Mən hafədə alə salavatil xams. Hər kim 5 namazı mühafizə edər, qoruyarsa, ruku'ihinnə və sucudihinnə və vaqidihinnə, onların rukusunu, səcdələrini və vaxtlarını, yəni 5 namazı kim qoruyarsa, rukularını, səcdələrini, vaxtlarını, yəni rukunu düz etmək, rukuda tumaninə, rahat qalmaq, o zikirlər rahat etmək, yəni sadəcə əyilib baxmaq yox, rukuya gedərək rahat dayanmaq və orada zikirlər etmək və ondan sonra rukudan qalxarkən yenə rahat dayanmaq, hansı ki bu namazın rukunudur. Əgər bu olmazsa namaz batil olur. İnsanın rukuda, səcdədə, rukudan qalxanda iki səcdə arasında rahat dayanması, hər bir sümüyün, hər bir oynağın öz yerini tutması və bu da namazın rukunlarındandır. Və kim qoruyarsa və sonra buyurur ki Allah Resulü sallallahu aleyhi ve sellem وَعَلِمَ أَنَّهُنَّ حَقٌّ مِنْ اللّٰهِ və bilər ki bunlar, bu 5 namaz Allah tərəfindən haqdır, yəni vacibdir. Allah Teala'nın insanlara yazdığı bir vacibdir, haqdır. Dəxaləl cənnət, cənnətə daxil olar. Və yaxud da deyir ki, cənnət ona vacib olar və yaxud da cəhənnəmə o haram edilər. Osman radiyallahu anh deyir ki, Allah Resulü sallallahu aleyhi ve sellem belə buyurmuşdur. Mən alimə ənə salətə haqqun məktubun vacibun dəxaləl cənnə. Hər kim bilərsə ki, namaz haqdır, fərzdir, vacibdir, cənnətə daxil olar. Yəni, hər kim bilərsə, yəni etiqad edir, iman gətirir ki, namaz Allah Teala'nın qullarına yazdığı haqdır, fərzdir, vacibdir, bunu etiqad edərsə, cənnətə daxil olar. Və Allah Teala'dan istəyirəm ki, Allah Teala bizi namazlarımızı qoruyan qullarından etsin və Allah Teala sizə də bərəkət versin. Subhanəkə Allahumma və bihamdik əşhədu ən la ilahə illə ənt əstəğfiruka və atubu ileyk.